Böyük qayıdış proqramı çərçivəsində 22 ailədən ibarət 102 nəfər doğma yurduna qayıdıb. Mənzillərin açarlarının təqdimatı zamanı Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında bərpa, tikinti və idarəetmə xidmətinin icraçı direktorunun müavini Mahmud Əfəndiyev sakinləri doğma torpaqlarına qayıtmaları münasibəti ilə təbrik edib, ailələrə xoşbəxtlik, firavanlıq və uğurlar arzulayıb. Böyük qayıdış dövlət proqramı çərçivəsində bugün Xankəndinə növbəti köç həyata keçirilir. Belə ki, 102 nəfərdən 22 ailədən ibarət olmaqla keçmiş məcburi köçkünlər öz dədə-baba torpaqlarına qayıdırlar. Mahmud Əfəndiyev Xankəndində həyata keçirilən geniş miqyaslı bərpa və yenidən qurma işləri barədə məlumat verib. Bildirilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən Böyük qayıdış proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı mərhələli şəkildə davam etdirilir. Qeyd olunub ki, Xankəndinə qayıdan sakinlərin rahat və təhlükəsiz yaşayışı üçün bütün zəruri şərait yaradılır. Şəhərdə yeni yaşayış binaları ilə yanaşı sosial və kommunal infrastruktur da qurulur, mövcud obyektlər yenilənir. Doğma torpaqlarına qayıdan ailələr üçün bu gün həm də uzun illər davam edən həsrətin sona çatdığı, yeni həyatın başladığı əlamətdar gündür. Yeni mənzillərinin açarlarını alan sakinlər bundan sonra həyatlarını doğma Xankəndində davam etdirəcəklər. Bugün buradayıq, vətəndəyik, öz evlərimizə yığışacaq. Bu gözəl gün üçün zəhməti keçən, əziyyəti keçən bütün Azərbaycan xalqının üzvlərinə təşəkkür edirəm. Xalqımızın hər kəsi bu vətənlərin alınması üçün hər kəs fədakarlıq eləyib. Allah Ali Baş Komandanı qorusun, dövlətimizi qorusun. Şükür, biz Xankəndilər də hər kəsin qulluğundayıq. Allah vətənimizi var eləsin. Gəldik Qarabağa. Şükür ki, qaçqınçılıq üstümüzdən götürüldü. Qaçqınlıq adı üstümüzdən götürüldü, oğul. Dünkü günə şükür, şəhidlərimizə Allah can sağlığı verirəm qalanları. Çox sevindik, sevincim həddi yoxdur. Çox şükür ki, bugünkü günə köçkünçülük üstümüzdən götürüldü. Çox şükür. Təşkilatlarım, istərim ən böyük səviyyədə. Allah bunun köməyində dursun. Bizi bu şəraiti yaradanlara Allah kömək olsun. Hayır, nə deyə bilərəm? Allah köməyiniz olsun. Sağ olun. Çox gözəl hisslər keçirəm. Bugünkü günə mən o qədər sevinirəm. Ona görə burada doğulub böyümüşdüm. Burada da evim, eşiyim. İndi də şükür Allaha ki, həmin öz evimə gəlmişəm, həyat evinə. Çox belə sevincliyəm, çox belə sevinirəm. Minnətdaram, prezidentimizdən minnətdaram. Xankəndiyə hər yeni köç tarixi qayıdış prosesinin növbəti mərhələsini nümayiş etdirir. Şəhərdə aparılan bərpa və quruculuq işləri fonunda həyatın normal məcraya qayıtması və sakinlərin doğma yurtlarına yerləşdirilməsi prosesi davam edir. Anar Şuşalı, Fuad Cümşüdov, NTV Xəbər, Xankəndi.